Amma Əlinin bir yavəri var idi ki, bütün dünyaya dəyərdi. Ordulardan daha böyük əzəmətli, qüdrətli bir tərəfdarı var idi. Məscidin içində deyir, gözü qapıdaydı. Görəndə ki, bir kişi gözü qapıdadır, qolu bağlı. Hamı gözləyir ki, yəqin bir qoşun gələcək indi köməklə. Qolu bağlı dayanıb, gözü qapıdaydı. Qapı açıldı, gördülər bir nəfər daxil oldu. 2 uşağın əlindən tutub. Gördülər Fatimə-i Zəhra sallallahu aleyhi. Dedi, mən sənin indi qollarımı açdıraram. Ən tarixdə məni yandıran cümlələrdir bu. Fatimə birdən baxdı Əliyə, gördü Əli qərib halda başını aşağı salıb. Gəldi, dayandı yanında. Belə dedi ona. Dedi, ruhi li ruhi kəl fida və nəfsi li nəfsi kəl viqa ya Əbəl Həsən. Ruhum ruhuva, canım canıva qurban olsun ya Əbəl Həsən. İn kuntə fi xeyrin kuntu mək. Sən xeyir halında olsun, mən səninləyəm. İn kuntə fi şərrin kuntu mək. Hansı halda olursansa ol, mən sənin yanındayam. Heç qəmin olmasın, sənin Fatimən var. Sənin Zəhran var. Canım nədir? Abrım, hörmətim, izzətim ki, Peyğəmbər mənə bu hörməti vermişdi. Hamısını xərcləyəcəm sənin yolunda, sənə izzət qazandırmaq üçün.